Salam kanalımın izləyiciləri. Bu günləri mən yenə də Aminə Babayeva sizi salamlayıram. Deməli, bugünkü bizim dərsimiz olacaq yenə də biz yuxarı siniflər üçün. Bu dərsimiz bizim olacaq yuxarı siniflər üçün. 5-ci siniflər üçün yenə də musiqi, solfeca musiqi parçasını biz sizinlə ifa edib bir roluq edəcəyik. Baxın. Yeni başlayanlar da baxa bilər. Çünki baxın, bax görürsünüzmü? Bax, si bemol, mi bemol, la bemol majorunda. Deməli, hansı qamada bu yazılıb, görürsünüzmü? Si bemol, mi bemol kaman açarıdır və notun qarşısı, kaman açarının qarşısında si bemol, la bemol, mi bemol, la bemol işarələri var. Görürsünüzmü? Deməli, bitəndə də mi bemol səsi ilə bitir. Görürsünüzmü? Çərək, görürsünüzmü? Pauza. Yarım pauza ilə bitir. Görürsünüz? Deməli, gəlin baxaq. Bunu ifa eləmək çalış. 4 vəyə sayılır. Deməli, 1 və 2 və 3 və 4. 1 və 2 və 3 və 4. Aha, gəlin indi baxaq. Gəlin biz baxaq sizinlə. Baxaq. 1 və 2 və 3 və. Əvvəlcə musiqisini götürmək üçün mən sizin üçün əvvəlcə musiqisini ifa edəcəm. 625 nömrəsi. Mi, re, mi, si, mi, sol, fa, fa, mi, fa, si, fa, la, sol, mi, sol, la, si, sol, la, si, la, sol, mi, la, sol, fa, re, mi, fa, fa, si, fa, re, si, re, mi, fa, fa, si, fa, re, si, sol, la, si, mi, si, sol, mi, sol, la, si, mi, si, sol, mi, re, mi, si, mi, sol, do, do, fa, mi, fa, do, fa, la, re, si, do, si, la, sol, fa, sol, la, sol, fa, mi, re, mi. Bu deməli, mi bemol majorun görürsünüz, do bekar işarəsi var. Görürsünüz, mi bekardır, yox. Görürsünüz, fa, mi, fa, do. Baxaq. Yox. Deməli, nədir bu? Görürsünüz, burada xromatik səslərdən istifadə olunub. Görürsünüz, fa, mi bekar. Xromatik səslər əlavə olunub. Gəlin bunu ifa edin. 1 və mi, 1 və 2 və 3 və 4 və 1 mi, re, mi, si, mi, sol, fa, fa, mi, fa, si, fa, la, sol, sol, mi, sol, sol, mi, sol, mi, sol, mi, sol, la, si, sol, do, si, la, fa, si, la, sol, mi, la, sol, sol, fa, mi, sol, fa, re, mi, fa, si, fa, re, si, re, mi, fa, si, fa, re, si, sol, la, si, mi, si, sol, mi, sol, la, si, mi, si, sol, mi, re, mi, si, mi, sol, do, do, fa, mi, fa, do, fa, la, re, si,
Bir də bunu ifa eləyək. 1 və 2 və 3 və 4 və 1 və mi, re, mi, si, mi, sol, fa, fa, mi, fa, si, fa, la, sol, mi, sol, la, si, sol, do, si, la, fa, si, la, sol, mi, la, sol, sol, fa, re, mi, fa, si, fa, si, fa, bu dördüncü, si, fa, re, si, re, mi, fa, si, fa, re, si, sol, la, si, mi, si, sol, mi, sol, la, si, mi, si, sol, mi, re, mi, si, mi, sol, do, fa, mi, fa, do, fa, la, re, si, do, si, la, sol, fa, sol, la, sol, fa, mi, re, mi. Deməli, bu 4 vərəq sayıdır. Görürsünüzmü? Hər üstündə bu nömrəni görürsünüzmü? Yəni bu nömrəsini təhlil edək. Baxaq. Deməli, baxaq, bu nömrə budur. Qeyd edək şəklini. Çəkim. Kimi öyrənmək istəyirsə. Deməli, görürsünüzmü? 4 əl hərəkəti getdi. 4 dəfə 4-ə səbəb 1 və 2 və 3 və 4 və aşağı, sola, sağa və yuxarı. Düzdürmü? 4 vərəq sayılır. 4 vərəq sayılanda 4 vərəq sayılır. 1 və pauza, 2 və keçən dərsdə 1, 2, 8-də nə olur? 1 vərəq sayılır bizdə. Deməli 1 və 2 və 3 və 4 və. Deməli 1 və getdi pauza. Görürsünüz? Mi, re, 2 və, mi, si, 3 və, sol, fa, 4 və. Sonra fa, 1 və, fa, mi, 2 və, fa, si, 3 və, fa, la, 4 və. Sol, mi, 1 və, sol, la, 2 və, sol, si, 3 və, do, si, 4 və. La da, la, fa, 1 və, 2, si, la, 2 və, sol, mi, 3 və, la, sol, 4 və. Eyni qaydada görürsünüzmü? Hərəsində, hər əl hərəkətində görürsünüzmü? Hər iki not 1 vərəq sayılır və 1 hərəkətin, əlin hərəkətinə gedir. Görürsünüzmü? Hər iki nota 1 əl hərəkətinə gedir. Görürsünüzmü? Bu oldu, deməli, gəldi 1 vərəq, 2 və pauza, 3 və 4 və də yarım pauzaya gedir. Biz bu əsərləri sayarkən mütləq və mütləq ölçülərinə, notların uzunluqlarına, ölçüsünə fikir verməliyik. Fikir verməliyik. Deməli, hələlik bu qədər. Bugünkü dərsimiz bu qədər. Gələn dərslərdə görüşərək mütləq kanalımıza abunə olun və hansı mövzu sizə maraqlandırırsa, şərhlərdə fikirlərinizi bəyəndirsə, fikirlərinizi bildirə bilərsiniz. Bəyənməyi də unutmayın. Sağ olun, sağlıqla qalın.